Gedən BMW F10 var idi, dizel motor. Deməli, turbo aktuatorla yanacağın dolması, yanacağın gəlməsi. Bunu deməli araşdırdıq, elədik, yoxladıq, hər bir şeyini yoxladıq və çox maraqlı bir şeydir burada məsələ. Deməli, burada farsunkanın mən göstərim. Deməli, burada birinci yox, ikinci silindrin farsunkasında artıq təzyiq var və başlayır yanacağı geri vurmağa. Yanacağı da geri vuraraq təmiz gətirir ştepslə bir yerdə doldurub birbaşa aktuatorun içərisinə. Çox nadir haldır bu prosedur. Deməli, heç vaxt, yəni bir neçə ustalarla danışdım, heç kimin qarşısına çıxmayıb belə bir şey. Bizim qarşımıza çıxdı və bəzi ustalarla məsləhətləşdik. Hər kəs bir düşüncə, bir ağıl verdi ki, qardaş filan şey yoxla, filan şeyi yoxla, məsləhət verdi və həmin məsləhət əsasında araşdırdıq və gördük ki, bir kollektorda artıq təzyiq olanda, YGR-də problem olanda, karterdə problem olanda, yanacaq nasosunda problem olanda və yanacaqla bağlı artıq rekada təzyiq olduğu zaman abratka ilə birbaşa geri verir və gətirir doldurur aktuatora. Deməli, məsələ həllini tapdı. Bağla.